İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış prosesi davam etdirilir. Ağdam rayonunun Xıdırlı kəndinə, Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Seyidbəyli kəndinə növbəti köç prosesi baş tutub. Bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 64 ailə, 278 nəfər, Xocavənd rayonunun Hadrut qəsəbəsinə 13 ailə, 51 nəfər, Xocalı rayonunun Seyidbəyli kəndinə isə 11 ailə 48 nəfər köçürülüb. Doğma yurdlarına qayıdan sakinlərə yeni evlərin açarları təqdim olunub. Bildirilib ki, yaşayış məntəqələrində qaz, elektrik və su xətləri tam yenilənib, eyni zamanda digər sosial infrastruktur obyektləri yenidən qurulub.